Düşüb bu söz. Valideyn Fazilə Nağıyevanın bildirdiyinə görə onun 2008-ci il təvəllüdlü oğlu Əlzamin Nağıyev 2024-cü ilin noyabr ayında azyaşlıya qarşı cinsi zorakılıq əməlinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq hüquq mühafizə orqanlarına aparılıb. Zərər çəkmiş qismində tanınan azyaşlının izahatı alındıqdan sonra cinayət işi üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. İddia olunur ki, cinayət işi üzrə məhkəmə araşdırması müddətində sübut bazasının kifayət qədər formalaşmaması səbəbindən məhkəmə iclasları təxminən 2 il ərzində dəfələrlə təxirə salınıb. Valideyn məhkəmə istintaqının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq obyektiv, hərtərəfli və tam araşdırılmadığını Oğlum Nəbiyev deyir. Əlzamini 2024-cü ilin sentyabr ayında, sentyabrın 26-sında dalınca polis gəlib, aparıblar polis upravlenisinə, bölməyə yox, upravlenisinə. Gələndə polis bildirib ki, dava eləyib, uşaq onunla bağlı mütləq şəkildə gəlməlidir polisə. Biz də getmişik polisə, uşaqla bir yerdə getmişik, əməliyyatçılarla. Getmişik, orada bilmişik ki, Əsədova Aydan üzünə deyənir oğlumun ki, mən Əlzaminlə bir yerdə olmuşam, yəni öz xoşumla və başqa oğlanların da, başqa uşaqları da belə həbs eləmişdilər, biz gedəndə artıq. Aydan neçə təvəllüd? 2010-cu ildir, may ayında dünyaya gəlib. Düşüb bu söz. Qızın hər hansısa bir, yəni ekspertiza rəyini siz görmüsünüzmü? Bəli, görmüşəm, vəkilimdə də var. Hakimində də var, məhkəmədə ekspertizada iştirak edən həkim özü danışıb, yəni şahid qismində çağırılıb, danışdırılıb. Nəticə? Nəticə tərtəmiz qız uşağıdır. Hə. Bəli. Yəni heç bir Xeyr, zorakılıq yoxdur. Ümumiyyətlə bu verilən ittihamda zorakılıq yoxdur. Bəs nədir? Öz xoşumdan, ittiham öz xoşumdan 152 ilə başlanıb 152-4-1 ilə dayanıblar. Heç bir sübut yoxdur, heç bir telefon danışığı yoxdur, heç yazışması yoxdur. Yəni bunun hamısı yoxlanıb polis tərəfindən yoxlanıb. Bəs qızın ailəsi ilə siz danışığa çıxmısınız da, yəqin. Onların tələbləri nə idi? Niyə bu yola gedirdilər? Bəli, mən qızın belə deyək də, qızın əmisinin evinə getmişəm. Ki bu nə deməkdir? Bu yəni biz ən azından bir kənddə yaşayırıq. Burada yox, tanımırdıq. Sonradan tanıdım ki, kimdir. Sonra tanıyandan sonra kimdilər? Artıq biz müraciət elədik. Sonra həyat yoldaşı, xanımın həyat yoldaşı xəbər göndərib bizə başqa bir nəfərlə ki, 30 min versinlər, bu söhbətdə bağlansın. 30 min versəydilər, bu söhbət belə bağlanardı. Mənim də o pulum yoxdur verim. Yəni, açıq deyirəm də, etiraf edirəm ki, mən kasıb adamam, mənim o dərəcədə pulum yoxdur ki, mən onlara pul verim. Özünüz dediyiniz kimi heç bir istintaq sübuta Xeyr, heç bir sübuta getirilməyib, heç bir şey. Dünən övladınızın adı necə oldu oğlunuzun? Əlzamin. Əlzaminin dünən məhkəmə prosesi keçirildi. Bəli. Və siz bəraət gözləyirdiniz? Bəli, bəraət gözləyirdim. Şəlalə Həsənovadan açığı çox ümid eləyirdim ki, ədalətli qərar verəcək, düzgün qərar verəcək. Amma nə ədalətli qərar vermədi, nə düzgün qərar vermədi. 3 il işi kəsiblər. Apellyasiyaya hazırlaşırsınız? Bəli, apellyasiyaya hazırlaşıram. Mən bizim Ali Məhkəmənin sədri İnam Kərimova müraciət eləyirəm. Məhkəmə Hüquq Şurasının sədri, belə desək yenə də İnam Kərimova müraciət eləyirəm. Dəfələrlə də olmuşam orada. Mən xahiş eləyirəm. Mən də bu ölkənin, bu vətənin bir qızıyam. Mənim oğlum dəfələrlə Azərbaycanın bayrağını başqa ölkələrdə qaldıran bir oğlandır. Yəni, əxlaqı, tərbiyəsi yerində olan bir evladdır. Mən xahiş eləyirəm. Mən öz prezidentimə müraciət eləyirəm. Cənab prezident, belə bir uşağın məhv olmağına icazə verməyin. Bir ana kimi sizdən xahiş eləyirəm. Mənim bugünkü gün bir evladım əskərdir. Bunun da əskər getməyini gözləyirəm.
Övladınızın neçə yaşı var idi həbs olunan? 10-cu sinif təzə bitirmişdi də. Yəni sentyabrın 15-i məktəb başlayıb, 26-sı həbs eləyiblər. Hadisə neçənci ildə olub? 24-cü ildə. Oğlunuz da 2008-də verilib. Bəli.